Rəcəb ayının birinci günü oruç tutmaq çox təkid olunmuşdur. 8-ci imamımız İmam Rza əleyhissalam Rəcəb ayının birinci günü oruç tutanlar haqqında çox əhəmiyyətli Allah qatında aldığı mükafatlar barəsində hədis söyləmişdir. O fürsəti əldən verməyək. Hər kəs o günü oruç tutarsa, cəhənnəm əzabını bir il fasilədən belə özündən uzaqlaşdırmışdır. Bir il yol getmək, hətta ölçüsündə. Görün imam nə deyir? Bu ayda birinci gün oruç tutmağın fəziləti Rəcəb ayının biri o qədər əhəmiyyətlidir ki, cəhənnəm əzabı bir il fasilə, bir il yol miqdarında həmin gün oruç tutandan uzaq olar. 2. Rəcəb ayının birinci günü qusl etmək müstəhəbdir. Niyyəti də həmişə olduğu kimi Rəcəb ayının birinci günün quslunu edirəm qurbətən ilallah. 3. Rəcəb ayının birinci günü İmam Hüseyn əleyhissalamın ziyarəti çox təkid olunmuşdur. 6-cı imamımız İmam Sadiq əleyhissalam belə buyurur. Hər kəs Rəcəb ayının birinci günü İmam Hüseyn əleyhissalamı ziyarət edərsə, yəqin bilsin ki, Allah onu bağışlayacaqdır. Bəli, Kərbalada olanlar Kərbalada, olmayanlar hələ olduqları ərazidən, yaşadıqları məkandan, evdən üzü qibləyə qalıb açıq havada deyilənə əsasən alimlər buyururlar ki, açıq havaya çıxsın, üzü qibləyə və əli ilə də işarə etsin Kərbala tərəfə və bir cümlədə desə, Əssalamu əleykə ya Əba Abdillahil Hüseyn kifayətdir. 4. Bu ayda Rəcəb ayının birinci günü Salmanın namazını qılmaq təkid olunmuşdur. Mən bu barədə vaxtınızı almaq istəmirəm. Məfatihül Cinan kitabına müraciət edə bilərsiniz. Bu ayda Rəcəb ayının birinci günü, Rəcəb ayının 15-ci günü ortasında, bir də Rəcəb ayının axırında Peyğəmbər sahabəsi Salmana bir namaz demişdir. O namazı qılmağın mükafatı barəsində çox təkid etmişdir. Və Salman bu mükafatı aldıqda, savabları eşitdikdə sevinci yerə göyə sığmamış və bu namazın da adı Salman namazı qalmışdır. Rəcəb ayının birinci günü Salmanın namazını qılmaq çox təkid olunmuşdur.